Gəlinimizlə paylaşdığım xonça alış-verişindən sonra mənə o qədər pis rəylər gəldi ki, sən baldızsan, hər yerə başını soxma, onların işinə niyə qarışırsan? Gəlinin evini yıxdın, sən yıxacaqsan. Mən şokdaydım düzü oxuyanda ki, başa düşürəm ki, bizim cəmiyyətdə hamının yaralı yeri gəlin, qaynana, baldız mövzularıdır. Amma hamıda belə olacaq deyə bir şey yoxdur. Məncə bu tip mövzularda gərək insan qarşındakı şəxsi hansısa bir statusda yox, bir insan kimi görsün. Gəlini gəlin olaraq yox, sadəcə bir qız olaraq və onu sən sıfırdan tanımaya başlayırsan. Tanıdıqca ona puanlar verirsən türklər demiş ki, mən gəlinimizi çox sevirəm, çox gözəl, çox yaxşı, çox tərbiyəli, çox mərifətli və say bitməz. Yəni çox yaxşı insandır, amma mən onu gəlinimiz olaraq yorumlamıram da, bir insan olaraq yorumlayıram. Bəlkə də insanların problemi odur ki, qarşındakı hansı bir statusda görür və gəlindir və ona çoxlu məsuliyyətlər yükləyir. Gəlindirsə mənə ekstradan hörmət eləməlidir, gəlindirsə mənə fikir verməlidir, qayğı verməlidir və s. bu tipli məsuliyyətlər yükləyir və həmin məsuliyyətin qarşılığını almayanda, yəni həmin insandan, gəlindən puanlar kırmağa başlayır. Deməyim odur ki, qarşındakına məsuliyyət yüklənməsən və onu hər hansı bir pozisiyada görməsən, məncə hər şey daha yaxşı olar. Sizə də məsləhət görürəm, elə olsun. Siz bəs nə düşünürsünüz bu baldız, gəlin, qaynana mövzularında? Maraqlıdır fikirləriniz. Rəylərdə zəhmət olmasa yazın. Məni izləməyi də unutmayın. 3 həftəyə nişanımızda hər şeyi sizinlə paylaşacağım. Bugünlük isə bu qədər.